Deməli, abituriyentlərin çətinlik çəkdiyi bölmələrdən biri də feilin qrammatik məna növlərinin təyin edilməsidir. Məlum məsələdir ki, feilin hansı qrammatik məna növləri var? Məlum, məlum, məchul, şəxsiz, qayıdış, qarşılıq, birgəlik, icbar. Məlum növümüz bizim ən cool növümüzdür. Ürək istəyəndə təsirli olur, ürək istəyəndə təsirsiz olur. İstəyir ki, mənim ümumiyyətlə şəkilçi mən lazım deyil, şəkilçi mənəm, mən şəkilçisizəm. Ürəyim istədiyi şəkilçini qəbul edirəm, amma xüsusi şəkilçim yoxdur. Bu məlum bunu belə deyir. Neyse, özü deyir, mən demirəm ki, yəni. Şəkilçisi yoxdur. Şəkilçisi yoxdur, təsirli olur, təsirsiz olur, ürək istəyəndə sadə olur, ürək istəyəndə mürəkkəb olur, ürək istəyəndə nə olur? Düzəltmə olur. Yəni, hər üç quruş növündə olur, məlum növümüzdür. Subyekt də məlumdur, obyekt də məlumdur. Subyekt nədir yeri gəlmişkən? İşi görəndir. Obyektdəki üzərində iş görüləndir. Məsəl üçün, deyirəm ki, mən gülü suladım. Mən subyektəm, gül burada obyekt. Çünki üstündə suladığım budur, güldür, obyektdə. Yəni, burada şəkilçisi yoxdur. Hər şey burada məlumdur. Bax, məhsul şəxsiz qardaş. Bunların üçünün də şəkilçiləri eynidir. I üstü 4, I üstü 4, N şəkilçiləri. Bəs bunları biz hardan bilək ki, bunlar şəxsizdirmi, məhsuldurmu, qardaşdırmı? Baxın, məhsulun M mübtəda. Mübtədası olur. Olur. Şəxsizin olmur. Bax, məhsulun M'sı, mübtəda M'sı belə beyninizdə kodlaşdırın. Məhsulun mübtədası olur, şəxsin mübtədası olmur. Mübtəda olmur. Qayıdışda ki, öz üzərində görülür iş. Bəzən görə bilərsiniz ki, qayıdış deməyə, deyə bilər ki, hansı cümlədə həm subyekt var, həm obyekt var. Yəni, iş görən həm obyekt, həm subyektdir. O da qayıdışdan gedir, çünki öz üzərində görür işi. Obyekti də özüdür, subyekti də özüdür. Yəni, iş öz üzərində gedirsə qayıdışdadır. Məsəl üçün, bir nümunə deyim. Deyirəm ki, zibil atıldı. Ən birinci işi mənim şəkilçiyə baxmaqdır. Görürəm ki, şəkilçim ödəyir məni, ya məhsul olacaq, ya şəxsi olacaq, ya da qayıdış olacaq. Mübtədadır zibil, düzdür. Mübtəda olduğuna görə nə olacaq artıq? Məhsul olacaq. Deyirəm ki, məsələyə baxıldı. Məsələyə baxıldı. Nə olar səncə Ayşu? Məsələyə baxıldı. Ilım var, düzdür, ılım var. Deməli, üçündən biridir. Görürəm ki, burada mübtəda olmadığına görə artıq bu şəxsiz növ olacaq. Düzdür? Deməli, şəxsiz növ olacaq. Və yaxud deyirəm ki, dan yeri söküldü. Görürəm şəkilçisi var, bəli. Amma öz-özünə sökülür. Mən çıxıb demirəm ki, sən Allah, dan yeri sökül. Mən heç eləmirəm ki, onu xüsusi bir mənim metodundan istifadə olunmursa, yəni öz gücünə olunursa proses, deməli, bu nədir? Qayıdış nöqtədir. Və yaxud deyirəm ki, əskər cəbhəyə atıldı. Əskər mən atmaram ki, cəbhəyə, sən Allah atılır tərəfə. Öz-özünə atılır. Deməli, nədir? Qayıdışdadır. Və yaxud deyirəm ki, kitaba baxıldı. Mübtədası yoxdursa nədir? Şəxsizdədir. Desəm ki, bəs qapı açıldı. Artıq bu nədir? Məhsul növdə, mübtədası var deyə. Bəzi yoldaşlar deyirlər ki, bəlkə qapı senin soğurda öz-özünə açılır. Yəni, biz bunu nəzərə almırıq da. Normal qapı kimsə tərəfindən açıldığına görə artıq o nədir? Məhsul növdə olmuş sayılır. Qarşılıqla birgəlik. Birgəlik, bunlar bizim əkiz bacılarımızlar. Çox bir-birlərinə oxşuyurlar. Əvvəl bunların ikisini bir yerdə verirdilər hətta. Amma indi ayrılırlar, görürük testlərdə. İkisinin şəkilçisi eynidir. Çox bir-birlərinə oxşuyurlar.